Bir çoxunuz hər hansı bir istəyi ilə bağlı, hər hansı bir hədəfi ilə bağlı ətrafdakı insanlarla bölüşər və çox zamanla bu işi, bu istəyi həyata keçməz və təəccüblənər. 100% olunacaq bir iş niyə olmadı? Mən bunu edəcəkdim, niyə məndə bu alınmadı? Və s. Əziz dostum, gözəl insan, bir işi görməyə başlayanda bu haqda məlumat ətrafına ötürmə. Bunlar sənin yaxınların belə olsa, bir işə addım atmadığın sürəcə, heç bir hərəkətə keçmədiyin sürəcə onu ətrafa söyləyəndə, hər hansı bir iş barəsində deyək ki, bir iş qurmaq istəyirsən, bunu ətrafa söyləyirsənsə və yanındakı insanlardan biri, yox, bu iş səndə alınması və yaxud hal-hazırda bu işdə zəiflik var deməsi, sənin düşüncələrinə, pozitiv düşüncələrinə, negativ düşüncənin ötürülməsi deməkdir və bu iş alınacaqdırsa da həqiqətən alınmayacaq. Amma o zaman bölüşmək olar ki, məsələn, sən təhsil almaq istəyirsən, artıq sənədlərini vermirsən və bu fikrini, bu düşüncələrini artıq dostlarından və yaxınlarından bölüşə bilərsən. Çünki hərəkətə keçmirsən, hətta deyilən negativ fikir belə buna stop verə bilməyəcək və yaxud hər hansı bir iş görmək istəyirsənsə, hərəkətə keçmirsənsə, məsələn, illərlə düşündüyün bir iş üçün hər hansı bir addım artıq atmısan və ora pul ayırmısan, zamanını ayırmısan və bunu etdikdən sonra ətrafdakı insanlara söyləyəcəksənsə, bəli, sən o işin alınacaq. Heç bir zaman xəyalını, arzunu, istəyini yanındakı insanlara addım atmadan öncə söyləmə. O sadəcə xəyal, istək olaraq qalacaq. Məndən bu qədər. Unutmayaq, biz bir yerdə daha güclüyük və özünüzdən müğayət olun.